Belə bir sual verim sizə. Nəyə görə sizin tabura məhz əfsanəvi tabur deyirlər və şəhidlərinizə əfsanəvi şəhidlər deyirlər? Biz hər bir tapşırığı layiqincə yerinə yetirdik. 44 günlük vətən müharibəsinin 21 gününü 4 rayon aldıq, 3 şəhid verdik. Yəni bu tarixi bir, yəni tarixdə yazılmayıb belə bir şey hələ ki. 3 şəhid verdik, 4 rayon aldıq. Və ona görə əfsanəvi taburun əfsanəvi şəhidləri deyirlər ki, hərəsinin özünün adlinin qəhrəmanlığı var. Hər birinin. Şirinov Kamil öz şəhidlerindən taburu irəli apardı. Özü rabitədə dedi ki, bəs mən getmək istəyirəm, hücuma keçmək istəyirəm. Məcbur elədi, kombata axırdı, zorla icazə aldı. İsmailov Camal bilik bacarığı ilə Hadrut Fatih deyirlər, bugün ada əsr layiqdir. Cəbralov Sübhan